Bakıxanov qəsəbəsində yerləşən Stimul Hospitalda may ayının 21-i və 22-sində Doppler müayinəsi həkim qəbulu pulsuz olacaq, tam ödənişsizdir və bunun üçün siz sadəcə 055 505 25 78 nömrəsindən əlaqə saxlayacaqsınız. Eyni zamanda may ayının 28-də Stimul Hospitalda bütün həkimlərin müayinəsi bir gün ərzində, yəni mayın 28-ci günündə Respublika günü ilə əlaqədar ödənişsiz olacaq. Eyni zamanda iyun ayının 1-də uşaqların müdafiəsi günündə isə 16 yaşa qədər uşaqların müayinəsi ödənişsiz həyata keçiriləcək. Bax, bu videonu hər kəsdən paylaşın. Kimin ehtiyacı varsa müraciət eləsin. Çox xahiş edirəm, ehtiyacı olmayanlar, xüsusən də 50-60 minlik maşınla gələn şəxslər, yəni imkan verin, icazə verin, həmin günü necə deyərlər, ehtiyacı olan şəxslər bu kampaniyadan yararlansınlar və görüntüləri də ekranlarda görürsünüz. Stimul Hospital Bakıxanov dairəsi, köhnə belə el dili ilə desək, Rising krugu deyirik də ora. Bax, orada yerləşir, düz elə onun yanındadır. Görüntülərdən də yəqin görürsünüz hansı ərazidir. Bura Bakıxanov dairəsidir, düz dairənin bölündədir. Yəni ekranlarınızda gördüyünüz ərazidə. Ancaq bir daha deyirəm, imkanı olan şəxslər, maddi durumu yaxşı olan şəxslər, yəni başqalarının haqqına girməsəniz çox yaxşı olar.